Salam səhifəmin dəyərli izləyiciləri, mən Türkan müəlliməm. Deməli biz bugün güvən 2024 test toplusundan şaquli aşağı atılmış cismin hərəkəti, cisimlərin sərbəst düşməsi dərsini öyrənəcəyik. Daha doğrusu testlərini öyrənəcəyik. Deməli, birinci sualda deyir ki, müəyyən hündürlükdən sərbəst düşən cismin yer dəyişməsi hansı ifadə ilə hesablanır? Ümumiyyətcə biz bilirik ki, sərbəst düşən cismin yer dəyişməsi S bərabərdir hündürlük, yəni H-a. Yəni bu cisim müəyyən bir hündürlükdən düşür. Təbii ki, etdiyi yer dəyişmə hündürlüyə bərabərdir və hündürlüyün də düsturunu bilirik ki, gt kvadratı bölünsün 2-yə bərabərdir. Yəni cavabımız olacaq Y variantı. İkinci suala baxırıq. Deməli, ikinci sualda bizə deyir ki, yer səthindən H hündürlüyündən sərbəst düşən cismin düşmə müddəti hansı ifadə ilə təyin olunur? Deməli, elə yazdığımız ki, H-ın H bərabərdir gt kvadratı bölünsün 2 düsturundan T-ni tapsaq, T bərabərdir kökün altında 2H bölünsün J olacaq. Yəni, cavabımız olacaq B variantı ikinci sualda. Üçüncü suala baxaq. V0 başlanğıc sürətlə şaquli istiqamətdə aşağı atılmış cisim. Deməli, baxın, ümumiyyətcə məsələni işləyərkən verilənlərə diqqət edirik. V0, T, baxın, burada J sərbəst düşmə təcili və şaquli aşağı atılmış cisim deyir. Ümumiyyətcə biz bilirik ki, cisim şaquli aşağı istiqamətdə atılırsa, o bərabər yeyinləşən hərəkət icra edir. Və yalnız ağırlıq qüvvəsinin təsiri altında hərəkətdə bilirik ki, MA bərabərdir MJ-yə. Yəni, əvəzləyici qüvvəmiz MJ-yə bərabərdir. Çünki havanın müqavimət qüvvəsi nəzərə alınmır. Buradan M-lər ixtisar gedir. Alırıq ki, A bərabərdir J-yə. Yəni, təcil, deməli, sərbəst düşmə təcilinə bərabərdir. Və burada da biz sürətin düsturların, ümumiyyətcə sürətin, yer dəyişmənin düsturlarını biz birinci mövzudan bilirik. V0 üstə gəlsin AT düsturunu bilirik. Niyə üstə gəl yazdıq? Çünki şaquli aşağı atılmış cisim, V0 başlanğıc sürətlə atılmış cisim bərabər yeyinləşən hərəkət icra edir. Və burada da AJ-yə bərabərdir. Onu da biz yazırıq. V bərabərdir. V0 üstə gəlsin JT. Əslində bildiyimiz düsturdur. Sadəcə yalnız ağırlıq qüvvəsinin təsiri altında hərəkətdə sürətin düsturunda A-nın yerinə J qoyuruq. Yəni, burada üçüncü sualda cavabımız olur Y variantı. Sərbəst düşən cismin ikinci saniyədə yer dəyişməsinin modulunu hesablayın. Dördüncü sual. Sərbəst düşən ikinci saniyə deyir uşaqlar. Ümumiyyətcə biz SN düsturunu bilirik ki, ümumiyyətcə sərbəst düşən cisim əvvəlcə onu qeyd edək ki, V0 bərabər 0 başlanğıc sürətlə sürətsiz, yəni sərbəst düşür. Başlanğıc sürəti 0-a bərabərdir. SN-in düsturunu yazırıq ki, J vurulsun 2-1 bölünsün 2. Və biz burada da deməli, ümumiyyətcə birinci saniyədə S1 bərabərdir J 10, 2 vurulsun 1 çıxılsın 1 bölünsün 2. Burada deməli, cavabı alırıq 1. Yəni, birinci saniyədə getdiyi yol və ya yer dəyişmə 5 metrdir. İkinci saniyədə S2 bərabərdir 10 vurulsun, 2 vurulsun, 2 çıxılsın 1 bölünsün, deməli 2. Buradan alıram 15. Üçüncünü də yazacağım. Üçüncü saniyədə 10, deməli 2 vurulsun 3, çıxılsın 1 bölünsün 2. Və üçüncü saniyədə getdiyi yol 25-dir. Yəni, yer dəyişməsi. İndi uşaqlar, yadda saxlayırıq ki, sərbəst düşən cisim 5, 15, 25, 35, 45 bu prinsiplə yer dəyişmələri icra edir. İndi bizə deyir, ikinci saniyədəki yer dəyişməsi, onda ikinci saniyədəki yer dəyişməsi 15 metr olacaq. Yəni, dördüncü sualda cavab olacaq C variantı. Bu sualları, yəni bu tip 5, 15, 25, 35 prinsipini biləndən sonra demək olar ki, bütün sualları bu prinsipini həll edə bilərsiniz. Düstur bilmədən. 5-ci sualda deyir ki, müəyyən hündürlükdən sərbəst düşən cisim yerə 4 saniyə çatır. Bizə deyir ki, düşdüyü hündürlüyü tapın. Ümumiyyətcə, T bərabərdir 4 saniyə. Baxın, biz bunu birinci üsul kimi 5, 15, 4 saniyə çatır da 25 və 35 prinsipi ilə yaza bilərik. 45, 35, 80 metr. Deməli, bu cisim 80 metr hündürlükdən düşür. Bu bizim birinci üsulumuzdur. İkinci üsulumuzda isə düsturla yaza bilir. H bərabərdir J, T-nin kvadratı bölünsün 2. 10 vurulsun, T-miz 4, 16 bölünsün 2. Cavabımız edir 80 metr. Bu da bizim oldu ikinci həll yolumuz. Yəni, 5-də cavabım olacaq D variantı. Baxaq 6-cı suala. 180 metr hündürlükdən sərbəst buraxılan cisim düşmə müddətini hesablayın. Deməli, 6-cı sual. Verilənləri yazaq. H bərabərdir 180 metr hündürlükdən sərbəst buraxılır. Yəni V0 0-a bərabərdir.
Bizdən soruşur düşmə müddətini. J'miz də 10'dur. Və T bərabərdir. Bilirik ki, sərbəst düşən cisim 2H bölünsün J'dir düsturu. Düşmə müddəti 2 vurulsun 180 bölünsün 10, 36 o dedir 6 saniyə. Deməli, 6-da cavabımız olacaq B variantı. Baxaq 7-ci suala. 7-ci sualda nə deyir? Yer səthindən müəyyən hündürlükdən sərbəst düşən cismin 4-cü saniyənin sonunda sürətini istəyir. 4-cü saniyənin sonunda, yəni T bərabərdir 4-cü saniyənin sonunda sürət V bərabərdir suala. Biz bilirik ki, deməli, sərbəst düşən cismin başlanğıc sürəti 0'dır. V bərabərdir JT düsturundan gedirik. 10 vurulsun 4, cavabımız edir 40 metr bölünsün saniyə. Yəni 7-də cavabımız olur D variantı. Keçək növbəti suala, 8-ci suala. 10 metr bölünsün saniyə sürətlə şaqlı aşağı atılmış cisim 2-ci saniyənin sonunda sürətinin modulunu hesablayın. Deməli 8-də deyir 10 metr böl saniyə sürətlə, yəni başlanğıc sürətlə bu cisim şaqlı aşağı atılır. 2-ci saniyənin sonunda T bərabərdir 2-ci saniyənin sonunda bizdən soruşur sürəti. Və biz bilirik ki, sürət V0 üstə gəl JT. Niyə üstə gəl yazdıq? Çünki şaqlı aşağı atılmış cisim bayaq qeyd elədiyim kimi bərabər yeniləşən hərəkət icra edir. 10 üstə gəlinsin 10 vurulsun 2. Cavabımız edir 30 metr bölünsün saniyə. Yəni D variantı. Baxaq 9-cu suala. 9-cu sualda deyir ki, yer səthindən müəyyən hündürlükdən 6 metr bölünsün saniyə başlanğıc sürətlə V0 bərabərdir 6 metr bölünsün saniyə başlanğıc sürətlə şaqlı aşağı atılmış cisim 3-cü saniyənin sonundakı T bərabərdir 3-cü saniyənin sonundakı sürəti istəyir uşaqlar. Yəni 8-ci sualın eyni tip sualdır. V bərabərdir V0 üstə gəlsin JT düsturundan. V0'ımız 6 üstə gəlir 10 vurulsun T'miz də 3. Cavabımız edəcək 36 metr bölünsün saniyə. Yəni 9'da cavab olur Y variantı. Baxaq 10-cu suala. Yer səthindən hansı hündürlükdə sərbəst düşən cismin uçuş müddəti T bərabərdir 3 saniyədir. Uşaqlar, hansı hündürlükdədir? Yəni H-ı soruşur da bizdən. H bərabərdir sərbəst düşən cisim üçün JT kvadratı bölünsün 2 düsturun bilirik. 10 vurulsun 9 bölünsün 2. Cavabımız edir 45 metr. Yəni cavabımız olur A variantı. Sərbəst düşən cisim üçün ikinci üsulda bayaqlarım izah verdiyim kimi 5, 15, 25 prinsipi ilə getsək, birinci saniyədə 5 metr, ikinci saniyədə 15 metr, üçüncü saniyədə isə 25 metr yol gedir. Bizə deyir ki, uçuş müddəti 3 saniyədir. Ona görə 5, 15, 25 yazdıq. Və onların da cəmi 5, 15 və 25'in cəmi mənə verəcək 45 metri. Yəni ikinci həll yolumuz da budur. Düstursuz həll yolu deyək də. 11-ci suala baxaq. Müəyyən hündürlükdən sərbəst düşən cismin düşmə müddətinin onun kütləsindən asılığı. Ümumiyyətlə biz bilirik ki, sərbəst düşən cismin uçuş müddəti və ya düşmə müddəti 2H bölünsün J'yə bərabərdir. Havanın müqavimət qüvvəsi nəzərə alınmayanda TM-dən asılı deyil. Yadda saxlayırıq. Baxırıq 12-ci suala. Sərbəst düşən cismə təsir edən ağırlıq qüvvəsi onun kütləsindən necə asılıdır? Təbii ki, biz ağırlıq qüvvəsinin düsturunu bilirik ki, F ağırlıq qüvvəsi bərabərdir mJ'yə. Təbii ki, ağırlıq qüvvəsi kütlə ilə düz mütənasib asılıdır J'nin sabit qiymətində. Deməli, baxaq 13-cü suala. Eyni hündürlükdən sərbəst düşən cisimlərdən yerə hansı daha tez çatar? Bayaqki sualla demək olar ki, eyni tip sualdır. Biz T'nin düsturunu yazırıq ki, 2H bölünsün J və 11-ci sualda da qeyd eləmişəm həmin düsturu. Kütlədən asılılığını istəyirdi. Yəni kütlədən asılı deyil. Baxın, kütlədən asılılıq deyil. Nədən asılıdır? Hündürlükdən asılıdır, bir də J'dən asılıdır. Hündürlük hamısında eynisə, onda bütün cisimlər eyni vaxtda çatar. Baxaq 14-cü suala. Yer səthindən müəyyən hündürlükdə sərbəst düşən cismin uçuş müddəti, yəni T'miz 6 saniyədir. Müəyyən hündürlükdən düşür aşağı. Bu cismin yerlə toqquşma anındakı, yəni son sürəti istəyir uşaqlar. V bərabərdir. Sərbəst düşürsə JT-yə, oradan da 10 vurulsun 6, cavabımız edir 60 metr bölünsün saniyə. Deməli 14'də cavabımız olur 60.
Baxaq 15-ci suala. Müəyyən hündürlükdən sərbəst düşən cismin 5-ci saniyənin sonunda sürətini hesablayın. Yenə eyni şey. 5-ci saniyənin sonundakı sürətini tapmaq üçün V bərabərdir JT düsturu ilə gedirik. 10 vurulsun 5, cavabımız edir 50 metr bölünsün saniyə. 16-cı suala baxırıq. 16-cı sualda deyir ki, 4 metr böl saniyə başlanğıc sürətlə V0 bərabərdir 4 metr bölünsün saniyə başlanğıc sürətlə şaquli aşağı atılmış cismin 3-cü saniyə, şaquli aşağı atılır. 3-cü saniyənin sonundakı sürət istəyir bizdən. Şaquli aşağı atılan cisim, biz bilirik ki, şaquli aşağı atılan cisim yeniləşən hərəkət icra edir. Onda yazırıq. V bərabərdir. V0 üstə gəlinsin JT. 4 üstə gəl 10 vurulsun. T'miz də olur 3. Cavabımız edir 34 metr bölünsün saniyə. Baxaq 17-ci suala. Müəyyən hündürlükdən şaquli aşağı atılan cismin başlanğıc sürəti artırılsa, müəyyən hündürlükdən şaquli aşağı atılır. Baxaq 17-ci suala. Uçuş müddəti. Biz bilirik ki, T nəyə bərabərdir? Müəyyən hündürlükdən şaquli aşağı atılır. Biz burada T'nin 2H bölünsün J düsturunu yaza bilmərik. Ona görə yaza bilmərik ki, çünki müəyyən hündürlükdən başlanğıc sürətlə atılıb. Yəni, düsturu yazmağa ehtiyac yoxdur. Yəni, H-ın biz belə deyim də V0T üstə gəl JT kvadratı bölünsün 2 düsturunu yazmalıyıq. Yəni, müəyyən hündürlükdən atılıb. Yəni, hündürlük var. Baxın, məntiqlə fikirləşsək, biz bu sualı, yəni uçuş müddətini. Biri var başlanğıc sürəti 30 ilə atılsın, biri var başlanğıc sürəti 10 ilə atılsın. Yəni, sürətli olan daha tez çatacaq da, belə deyim. Başlanğıc sürəti daha böyük olan, daha tez zaman müddətində yerdə olacaq. Çünki havanın müqavimət qüvvəsi nəzərə alınmır. Deməli, yadda saxlayırıq ki, başlanğıc sürəti artırılsa, uçuş müddəti ucu azalacaq. Yəni, daha tez çatacaq yerə. Onda 2 doğrudur. Sonra yer dəyişmə. Yer dəyişmə müəyyən hündürlükdən atılıbsa, yəni, məsələn, tutalım atılıb 150 metrdən. 150 metrdən atılıbsa, yer dəyişmə ilə 150 metr olacaq da. Yəni, başlanğıc sürətini artırdım, azaltdım. Yəni, H-ın 150 metr olmağına heç bir aidiyyatı yoxdur. Yəni, müəyyən bir hündürlükdən atılıb. Ona görə yer dəyişmə dəyişməz. 18-ci suala baxaq. 18-ci suala deyir ki, kütlələri M1, M, M2, 3M olan yer səthindən müəyyən hündürlükdən sərbəst buraxılırlar. Sərbəst buraxılırlarsa, deməli, artıq biz burada yaza bilərik. T bərabərdir. Kökün altında 2H bölünsün J düsturunu yazmaq olar. Aha. Və görürəm ki, bayaq dediyimiz kimi, kütlədən asılılıq yoxdur. Yalnız hündürlükdən asılılıq var. Onda T1, T2-yə bərabərdir. Hündürlüklər də eynidir. Cavab 1-1-dir. Cisimlər yerə dayananda sürətlərin qiymətləri eynidir. Deməli, biz yerə dayananda sürətimizin düsturu ki var, 2JH düsturu ilə getsək, çünki burada bizə hündürlük məlumdur. Ona görə V bərabərdir JT ilə gedə bilmirik zamanı. Çünki əslində onunla da gedə bilərik. Onunla da gedə bilərik. V bərabərdir JT. Zamanlar eynidirsə, sürətlər də eynidir. Bununla da getsək, hündürlüklər hər iki cisim üçün eynidirsə, onda sürətlər eynidir. Deməli, cisimlərin yerə dəyən anda sürətlərinin qiymətləri eynidir. Deməli, 18-də cavabımız oldu 1-2. Sonra baxaq, deməli, B variantına. Görək, B variantında nə deyir? Sərbəst düşən cismin 2-ci və 3-cü saniyələrdə icra etdiyi yer dəyişmələrin nisbətini hesablayın. Baxın, ən yaxşı, rahat variant 5, 15, 25 prinsipidir. Baxın, ikinci saniyədə 15 metr gedib, 3-cü saniyədə isə gedib 25 metr. Yəni, biz nə edirik? H2-ni bölürük H3-ə. Yəni, 15-i bölürük 25-ə. Bunlar da buradan ixtisar gedir 5-ə. Qalır nə? 5-də 3 qalır da. Yəni, 3 bölünsün 5. D variantı. Baxaq ikinci suala. Eyvandan sərbəst düşən cisim yer səthinə 30 metr bölünsün saniyə sürətlə dəyir. Eyvanın yer səthindən olan hündürlüyünü istəyir. Deməli, eyvandan sərbəst düşür cisim və yer səthinə 30 ilə dəyir. Deməli, son sürəti olur 30 metr bölünsün saniyə. Sərbəst düşürsə, V0-ım 0-a bərabərdir. Bizdən soruşur H-ı. H-ın belə bir düsturu var. V kvadratı çıx, V0 kvadratı bölünsün 2J.
Burada başlanğıc sürətim 0-dır. V kvadratı bölünsün 2J düsturundan. V kvadratımız, yəni 30'un kvadratı 900 bölünsün 2 vurulsun 10. Cavabımız edir 45 metr. Y variantı. Baxaq 3-cü suala. 45 metr hündürlükdən h bərabərdir 45 metr hündürlükdən sərbəst düşən cisim axırıncı saniyədə nə qədər yer dəyişmə icra edir? Gəlin görək bu cisim hansı zaman anında düşüb? T bərabərdir kökün altında 2h bölünsün j. Yəni nə qədər uçuş müddəti olub? Yəni uçuş müddəti nəyə bərabər olub? 2h bölünsün 45 bölünsün 10. Edir 3 saniyə. Deməli bu cisim 3 saniyədə havada olub. O zaman bu cismin birinci saniyədə getdiyi yol 5 metr, ikinci saniyədə getdiyi yol 15 metr, üçüncü saniyədə getdiyi yol 25 metrə bərabərdir. Məndən də soruşur ki, axırıncı saniyədə. Yəni cavabım olacaq 25 metr. Və yaxud da axırıncı saniyə nədir? Üçüncü saniyə deməkdir. Onu da yazırsınız. S3 bərabərdir. J vurulsun 2n minus 1-dən n-in yerinə 3 qoyursunuz. Yəni buna vaxt itirmək əvəzinə 5, 15, 25, 35 və davam edirik. 10-10 artma gedir. Prinsipin bilməklə bu məsələni rahat şəkildə həll eləmək olar. Deməli cavabımız elədir 25 metr. Sonra baxaq 4-cü suala. 4-cü sualda deyir ki, sərbəst düşməyə başlayan cismin ilk 1 saniyə və ilk 2 saniyə ərzində getdiyi yolların nisbəti nəyə bərabərdir? Deməli, h bərabərdir. JT kvadratı bölünsün 2-dən. Bir dəfə 1 qoyacam yerinə. Edir 5. H1, H2 bərabərdir. Deməli, JT-nin kvadratı bölünsün 2. Yəni bir dəfə də 2 qoyacam yerinə. 10 vurulsun 4 bölünsün 2. Cavabımız edir 20 metr. 1 saniyədəki nisbətin H1-in 2 saniyədəki nisbətini istəyir. 5 bölünsün 20 o da edir 4də 1. Yəni 1-in 4-ə nisbəti kimidir. 4də cavab olur. Deməli Y variantı. Baxaq 5-ci suala. Görək 5-ci sualımızda nə deyir bizə? 5-ci sualda deyir ki, H1-imiz H-a bərabərdir. H1-imiz H-dır. H2-miz isə 4H-dır. Mənə deyir ki, T2-nin T1-ə nisbətini tap. Deməli biz bilirik ki, T1 bərabərdir. Kökün altında 2H1 bölünsün J. Yəni 2H bölünsün J düsturumuz. T2 bərabərdir. Yazıram 2H2 bölünsün J. H2-miz də nədir? 4H'dır. 2 vurulsun 4H bölünsün J. Kökdən 4H'dan kök çıxır 2. Yerdə qalır 2H bölünsün J. 2H bölünsün J'də mənə T1'i vermir. Onda yazıram 2T1. Oradan alıram ki T2 bərabərdir 2T1'ə. Buradan T2'nin yerinə yazıram 2T1 bölünsün T1. Cavabım edir 2. Yəni C variantı. 5-də cavabımız olur C variantı. Baxaq 6-cı suala. 45 metr hündürlükdən sərbəst düşən cismin uçuş müddətini sərbəst düşür. Uçuş müddəti T bərabərdir 2H bölünsün J kökün altında. 2 vurulsun H-ımız 45 bölünsün 10. Deməli T'miz edir 3. Deyir yerə dəyən andakı sürətini tap. Yəni 3-cü saniyənin sonundakı sürəti. Onda olur 10 vurulsun 3. Cavabımız edir 30 metr bölünsün saniyə. Yəni 6-da cavab olur D variantı. Baxaq 7-ci suala. 7-ci sualda bizə deyir ki, sərbəst düşən cismin sürətinin modulunun zamandan asılı qrafiki hansıdır? Bax, cisim sərbəst düşürsə, yadda saxlayırıq ki, A variantı görsüz bərabər sürətlidir, olmaz. B variantı bərabər yavaşyandır, olmaz. C variantı bərabər yeyinləşəndir, amma başlanğıc sürəti var. Axı sərbəst düşən cismin başlanğıc sürəti 0-a bərabərdir, bu da olmaz. Və biz də bilirik ki, V bərabərdir JT düsturuna əsasən J'miz 10'dur. T'miz 1 olanda son sürətimiz 10'a bərabərdir. Deməli 1 olanda son sürətimiz 10'dur. Baxın, 2 olanda son sürətimiz 20'dir. Yəni 10'un artma gəlir. Yəni sərbəst düşən cisim sürətini 10'un artırır. Təbii ki, havanın müqavimət qüvvəsi nəzərə alınmayanda. Deməli, baxırıq 8-ci suala. 8-ci sualda bizə nə deyir? Kütlələr verilib bizə, hündürlüklərdə verilib. Deyir ki, sərbəst düşür. Bu cismlərin yerə dayananda sürətləri arasında hansı münasibət doğrudur? Deməli, cisimlər sərbəst düşür. Çünki başlanğıc sürətləri 3'ünün də 0-a bərabərdir. Onda mən yazıram V bərabərdir JT-yə. Və yaxud da V bərabərdir kökün altında 2H bölünsü, üzr istəyirəm, 2J H-a.
sürət düsturuna. T ilə yaza bilməyəcəm, çünki T lazım deyil. Bir də T-nin düsturunu yazmaq, yəni uzun gedir. V bərabərdir 2GH düsturundan hündürlüklər hansında bərabərdir? Təbii ki, 1 ilə 2-nin hündürlüyü bərabərdir. Onlar da böyükdür 3-dən. Onda sürətlər də 1 ilə 2 bərabərdir. Onlar da böyükdür 3-dən. 1 ilə 2 bərabər, onlar da böyükdür 3-dən. Deməli, 8-də cavabım olur D variantı. Baxaq 9-cu suala. Müəyyən hündürlükdən sərbəst düşən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Cismin yerə dəyən andakı sürətinin modulunu hesablayın. Cisim yerə hansı baxın görürsünüz? Y olur 0. Yəni cisim 3 saniyədə yerə dəyib. 3-cü saniyənin sonunda. Deməli T bərabərdir 3 saniyə. Onda sürət tapanda V bərabərdir JT düsturundan müəyyən hündürlükdən deyir sərbəst düşür. 10 vurulsun 3 bərabərdir 30-a. Deməli 9-da cavabımız olur C variantı. Baxaq 10-cu suala. Sərbəst düşən cismin sürətinin modulunun zamandan asılılıq qrafikinə əsasən bu cismin düşmə müddətini hesablayın. Deməli, bayaq yazdım ki, V bərabərdir JT düsturuna əsasən, yəni V sıfırım sıfırdır, sərbəst düşür deyə. Buradan 30 bərabərdir, 10 vurulsun, T də bərabərdir 3 saniyə. Deməli, cavab olur C variantı. 11-ci suala baxaq. 11-ci sualda deyir ki, güllənin başından 10 metr/saniyə sürətlə şaquli istiqamətdə aşağı atılmış. V0 bərabərdir 10 metr/saniyə sürətlə şaquli istiqamətdə aşağı atılmış cisim 3 saniyə sonra yerə çatır. Güllənin yerdən olan hündürlüyünü hesablayın. Deməli, bizdən soruşur H-ı. Güllənin yerdən olan hündürlüyü. Biz bilirik ki, H bərabərdir V0T üstə gəlsin JT kvadratı bölünsün 2 düsturu var. Yəni hündürlüyün. Üstə gəl yazdım çünki şaquli aşağı atılır və hərəkət yeyinləşən hərəkətdir. Bayaq qeyd etdiyim kimi. 10 vurulsun 3, J'miz 10, T'miz 3, kvadratı 9 bölünsün 2. Yəni 30 üstə gəlinsin. Deməli 45. Bu da etdi 75 metr. Cavabım olur D variantı 11-ci sualda. 12-ci suala baxaq. 12-ci sualda deyir ki, 80 metr yüksəklikdən sərbəst düşən cisim son saniyədə neçə metr yol gedir? Bunu birinci 2 üsulla həll edəcəm. Birinci üsul düstur üsuludur. Yəni H-ımız 80 metr yüksəklikdir. Yəni H-ımız 80 metrdir. Və neçə metrdir son saniyədə. Gəlin biz T-ni tapaq. Görək bu cisim uçuş müddəti neçə saniyədir? 2 vurulsun 80 bölünsün 10. Cavabımız edir 4. Deməli bu cisim 4 saniyədə havada olub. 4 saniyədə havada olubsa, birinci üsulumuz dedik düsturu. Axırıncı saniyə, yəni 4-cü saniyədə. S4 bərabərdir. J vurulsun 2 minus 1 bölünsün 2 düsturundan. N'in yerinə 4 qoyuruq. J 10, 2 vurulsun 4 çıxılsın 1 bölünsün 2. 7, deməli cavabımız edir 35. İkinci üsulumuzdan biz T'ni, deməli biz bilirik ki 5, 15, 25 və 35 prinsipi ilə gedəndə bunların 4-ünün cəmi mənə verir 80 metr. Deməli bu cisim 80 metr hündürlükdən yüksəklikdən düşür deyirdi onsuz da. Deməli 4 saniyədə bunun düşmə müddəti 4 saniyədir və ya uçuş müddəti də deyə bilərik. Axırıncı saniyədə 35 metr yol gedib də D variantı. Bu da bizim ikinci üsulumuz. Məncə ikinci üsul daha rahatdır. Çünki düsturu unuda bilərik. Ona görə ikinci üsul əlverişlidir. Onsuz da ikinci üsulda elə düsturdan çıxan bir şeydir də yəni. 160 metr yüksəklikdən V0 bərabərdir 20 metr bölünsün saniyə sürətlə aşağıya atılan cismin yerə dayan anda sürəti nə qədər olar? V bərabərdir suala. Deməli uşaqlar, H-ın belə bir düsturu var. V kvadratı çıx, V0 kvadratı bölünsün 2J. Buradan yazıram. 160 bərabərdir V kvadratı və yaxud da biz buradan V-ni də tapa bilərik də uşaqlar. V-ni də düsturun bilirsiniz. V bərabərdir V0 kvadratı üstə gəlsin 2JH düsturun kökün altında. Bax bu düstur. Onsuz da bu düsturdan çıxır V-nin düsturu. 400 üstə gəlsin 2 vurulsun 10 vurulsun 160. Deməli 1600 vuram 3200 üstünə 400 yəni 3600 oradan da cavab çıxır 60 metr bölünsün saniyə. Yəni 13-cü sualın cavabı olur. Deməli A variantı. Baxaq 14-cü suala.
14-cü sualda bizə deyir ki, sərbəst düşən cismi ay səthinə çatan anda sürəti, söhbət aydan gedir. Deməli, J-yə fikir versəz 1.6-dır. Ayda J 1.6-dır. V bərabərdir 8-dir. J-miz də 1.6-dır. Bizə deyir T-ni tap. Biz bilirik ki, V bərabərdir. J-T düsturu var. T-ni tapanda buradan V bölünsün J. Yəni 8-i bölürəm 1.6-ya. O dedir 5 deməli saniyə. Baxaq 15-ci suala. 15-ci sualda deyir ki, bizə sərbəst düşən yerə çatan anda sürəti 30 metr bölünsün saniyədir. Bizə deyir cismin orta sürətini tap. V orta bərabərdir suala. V orta bərabərdir. Biz orta sürətin düsturunu bilirik ki, V bölünsün 2-dir. Buradan 30 bölünsün 2 bərabərdir 15. Bu V bölünsün 2 uşaqlar hardan gəlir? Bax, V orta bərabərdir H bölü T-dən. H-ın yerinə yazırıq. V plus V0 bölü 2 vur T. Və burada da T var. T'lər gedir və digər tərəfdən də V0'ım 0'dır. Onda cavabım edir. V bölünsün 2. Deməli, orta sürətin düsturu V bölünsün 2'dir. Burada cavab edir 15. Metr bölünsün saniyə. Baxaq 16-cı suala. 80 metr yüksəklikdən sərbəst düşən cisim 2-ci saniyənin sonunda yer səthindən olan hündürlüyünü metr ilə hesablanır. İnşallah bayaqlarım üsullar dedim sizə. Baxın burada. 2 üsul dedim. 80 metr yüksəklikdən düşən cisim T'si 4'dür. T'si 4'dür və bizə deyir ki, cismi 2-ci saniyənin sonunda. 2-ci saniyənin sonunda yenə 2-ci saniyənin sonunda deyir yerdən olan hündürlüyü tap. Məsələn, bunun üçün ikinci üsul daha əlverişli olar. Çünki 2-ci saniyənin sonunda bu 5-15 metr gedəcək. Onda yerdən olan hündürlüyü olacaq 25 plus 35. Yəni cavabımız olacaq 60 metr. Ən belə deyim də əlverişli və rahat variant budur. Yəni rahat üsul. Əslində düsturla da, yenə də deyirəm, düsturla da yaza bilərik. Sadəcə bu daha əlverişlidir də. Yəni sizin üçün, test tapmağınız üçün. Baxaq 17-ci suala. 80 metr hündürlükdən deməli, burada nə oldu cavab? 25 ilə 35-in cəmi elədi 60. T bərabərdir 2H bölünsün J düsturundan. Bayaq yuxarıda göstərdim deyə burada bir də yazmadım. Amma yazaq 4 saniyə. Deməli, 4 saniyədə havada olub və bizə lazımdır 2-ci saniyənin, deməli, 2-ci saniyənin sonunda yer səthindən olan hündürlüyü. O da 5, 15, 25, 35 prinsipində 2-ci saniyənin sonunda 25 ilə 35-in cəmi 60 metr yüksəklikdə olur. 80 metr hündürlükdən H bərabərdir 80 metr hündürlükdən V0 bərabərdir 30 metr bölünsün saniyə. Sürətlə şaquli aşağı atılmış cisim yer səthi ilə toqquşma anındakı sürətini istəyir. V bərabərdir, bayaq yuxarıda yazdığım düstur V0 kvadratı üstə gəlsin. 2JH düsturu keçərlidir. V0 kvadratı, yəni 900 üstə gəl 2 vurulsun 10. Vurulsun 80. Deməli, bu nə eləyir? 1600, 2500, oradan da çıxır 50. Deməli, burada cavabımız olacaq 50 metr bölünsün saniyə. 18-ə baxaq. Müəyyən hündürlükdən sərbəst düşən cisim 1 və 2 cisimlər uçuş müddətləri. T uçuş bərabərdir. Bilirik ki, 2H bölünsün J'dir sərbəst düşən cisim üçün. Digər tərəfdən V-nin də düsturunu bilirik ki, 2JH-dır. Yəni, hər ikisi H-dan asılıdır, kütlədən asılı deyil. Onda biz yazırıq T1 bərabərdir T2-yə, V1 bərabərdir V2-yə. Yəni, cavabımız olur 1 və 4. 1 və 4. Sonra keçək C variantına. C variantında maraqlı belə deyim, məsələlər olmalıdır. Birinci sualın cavabına baxaq. Deməli, JH bölünsün T, üzr istəyirəm, kökün altında JH bölünsün 2 düsturu var. Baxın uşaqlar, orta sürət düsturunu biz bilirik ki, H bölünsün T'dir. H bölünsün T'dir və yaxud biz T'nin düsturunu bilirik ki, 2H bölünsün J kökün altındadır. Aha, digər tərəfdən heç T'nin düsturu burada ehtiyac yoxdur. Elə H-ın düsturunu yazsaq, gətirib orada yerinə qoysaq alacaq. Baxın, H-ın düsturunu biz bilirik ki, JT kvadratı bölünsün 2-dir. Bax, gətirin burada H-ın yerinə düsturu yazsam, onda nə olacaq? J vurulsun, JT-nin kvadratı bölünsün 2. Kökün altında. 2-ni də vururam 2-yə. Özündə 2'si var, düsturunda 2'si var. Onda olur J, T bölünsün 2. Bax, J, T bölünsün 2. Əslində olur JT kvadratı, J kvadratı, T kvadratı bölünsün 4 kökün altında. Ondan da çıxır nə? JT bölünsün 2.
Və gt bölünsün 2 də bizdə nəyə verir? Baxın, h-ın yerinə yazsam gt-nin kvadratı bölünsün 2 vur t. T'lər ixtisar gedir, qalır gt bölünsün 2. Yəni bizə verir orta sürət düsturu. Sərbəst düşən cisim 3 saniyə ərzində orta sürətini hesablayın. Sərbəst düşən cismin 3 saniyə ərzində orta sürəti. Deməli, biz baxırıq C variantına. Burada qeyd edeyim. C variantının ikinci sualına. Sərbəst düşürsə V0 0-dır. 3 saniyə ərzində. T'miz 3 saniyədir. Bizdən soruşur orta sürət. Biz bilirik ki, orta sürət ümumi gedilən yolun ümumi zamana nisbətdir. Yəni, bizdə də burada cisim sərbəst düşürsə getdiyi yol h-dır. Biz nəyi bilmirik uşaqlar? H-ı bilmirik. Sadəcə bildiyimiz bir dənə 3 var. Və biz h-ın taşı tapa bilərik. Və yaxud da buradan bunun yerinə gt kvadratı bölünsün 2 qoysaq, buradan t'lər ixtisar gedəcək. Nə qalacaq? Gt bölünsün 2 qalacaq da. Elə promoy yazaq. Bir də var h-ı tapdıq, gətirdik, qoyduq. Yəni, bir var promoy düsturu biliriksə yazırıq. Cavabımız edir 15 metr bölünsün saniyə, yəni 2-də cavab olur A variantı. Baxaq 3-cü suala. Müəyyən hündürlükdən sərbəst düşən cismin orta sürəti yazaq. V orta bərabərdir 20 metr bölünsün saniyədir. V orta. Onun düşdüyü hündürlüyü tap. H bərabərdir suala. Biz V orta düsturunu bilirik ki, yenə ümumi gedilən yolun ümumi zamana nisbətidir. Düşdüyü hündürlüyü istəyir, yəni H istəyir bizdən. Və digər tərəfdən V ortanın da düsturunu bilirik ki, nədir? V orta bərabərdir. V bölünsün 2-də var. Əslində bu lazım deyil. Amma biz nəyi bilmirik? Biz bilmirik zamanı. Aha. Buradan H-ı tapsaq, deməli V orta vurulsun T olur. Yəni biz zamanı bilmirik. Zamanı bilmək üçün nə etməliyik? Deməli T və V bərabərdir gt düsturundan. Əslində V bərabərdir gt düsturunu yazmağa heç ehtiyac yoxdur. Çünki deməli o düsturda biz T-ni bilmirik axı. Onu necə yazaq? V orta düsturunun belə bir də düsturu var. V bölünsün 2. Buradan V-ni tapsaq, orta sürəti vurarıq 2-yə. Yəni 20 vurulsun 2. Bizim son sürətimiz 40-a bərabərdir. Və yəni orta sürət 2 olanda son sürətimiz 40-dır. Və h-ın da deməli V kvadratı bölünsün 2G düsturundan V-nin yerinə V-miz artıq tapdıq 40-dır. 1600 bölünsün 2 vurulsun 10. Buradan tapırıq 80 metr. Yəni əslində bir neçə düsturu yazdım, amma yəni T yoxdursa, bu düsturların heç birinə ehtiyac yoxdur. T yoxdursa artıq bu düsturları yaza bilmərik. Gəldik, deməli 3-cü sual dedik. Keçdik 4-cü suala. Deməli 4-cü sualda bizə nə deyir? H metr hündürlükdən sərbəst düşən 2 dəqiqə. 4-cü sual. H bərabərdir 80 metr daha doğrusu hündürlükdən sərbəst düşən cismin 1-ci saniyədəki yer dəyişməsinin sonuncu saniyədəki yer dəyişməsinə olan nisbəti. Deməli uşaqlar, H bərabərdir. Biz düsturu bilirik. Gt kvadratı bölünsün ki, burada da T'ni bilirik ki, 2H bölünsün kökün altında 2H bölünsün J. Və buradan alırıq 2 vurulsun. Bayaqdan yəni 80 metrindən olan suallardan işləyirik. 4 saniyə. Bizə deyir 1-ci saniyədə. 1-ci saniyədə biz bilirik ki, S1 bərabərdir 5-ə. 2-ci saniyədə 15-ə. 3-cü saniyədə 25-ə. Və 4-cü saniyədə isə 35-dir. İndi mənə deyir ki, 1-ci saniyədəki yer dəyişməsinin sonuncu saniyədəki yer dəyişməsinə nisbəti. Yəni 5-in 35-ə nisbəti. O da mənə verir 7-də 1-i. Yəni 4-də cavab olur C variantı. Baxaq 5-ci suala. Hündürlüyü 120 metr olan güllənin başından 10 metr böl saniyə başlanğıc sürətlə şaquli istiqamətdə aşağı atılmış cisim neçə saniyə sonra yerə düşər? Deməli 5-ci sual. H-ımız 120 metrdir. V0 başlanğıc sürətlə 10 metr böl saniyə sürətlə atılır. Neçə saniyə sonra deyir yerə düşər? T bərabərdir sualı. Biz H-ın V0T üstə gəlinsin. JT kvadratı bölünsün ki, düsturu ilə gedə bilərik. H-ımız 120, V0-ımız 10T, T-ni bilmirik. Üstə gəl. J-nin yerinə deməli 10 qoyanda 5T-nin kvadratı. Buradan hər tərəfin 5-ə ixtisar aparsaq, deməli bu nə edir? 2, 5, 25 bərabərdir 10T-ni də 5-ə ixtisar aparsaq, burada edir 5T üstə gəlsin T-nin kvadratı. Üzr istəyirəm. 5-ə ixtisar aparanda onu 5-ə bölünür 2 qalır.
Deməli, buradan alıram ki, 2t üstə gəlsin t'nin kvadratı çıx 25 bərabərdir 0-a və ya t kvadratı. Deməli, bir dəqiqə 120-ni 5-ə böləndə çox üzr istəyirəm. 24. Deməli 24 t kvadratı üstə gəlinsin 2t çıx 24 bərabərdir 0-a. Viet teoreminə görə toplayanda mənfi 2, vuranda isə deməli 4, vuranda mənfi 24 olmalıdır. 4, 6 toplayanda mənfi 2-ni verməlidir. Onda mənfi 6 və 4 kökləri t1 bərabərdir 4-ə, t2 bərabərdir mənfi 6-ya. Zaman mənfi olmaz. Deməli, cavabımız olacaq 4 saniyə, 5-də cavabımız olacaq B variantı. Baxaq 6-cı suala. Müəyyən hündürlükdən sərbəst düşən cismin zamanın ikinci yarısındakı yer dəyişməsi 60 metr isə birinci yarısındakı yer dəyişməsi nə qədər olar? Deməli, biz bilirik ki, S, 3S, 5S, yəni ardıcıl zaman müddətində yer dəyişmə ardıcıl deməli, tək ədədlərin nisbəti kimi bölünür. Və bizə də deyir ki, ikinci yarısında, yəni 3S bərabərdir 60 metrə, S bərabərdir 20 metr. Və mənə deyir ki, birinci yarısındakı yer dəyişmə, yəni S tapdım ki, 20 metrdir. Ümumi soruşsaydı cavab olardı 80 metr. Sərbəst düşən cismin axırıncı saniyədə bütün yolun 4də 3 hissəsini qət etdi. Deməli, bu cisim bütün yolun 4də 1 hissəsini birinci saniyədə gedib. Digər 4də 3 hissəsini isə gedib ikinci saniyədə. Düşmə müddəti olacaq 2 saniyə. Yəni A variantı. Baxaq 8-ci suala. Sərbəst düşən cisim axırıncı 240 metr yolu 4 saniyəyə qət etdi. Cisim hansı hündürlükdən düşmüşdü? Deməli, bu cisim sərbəst düşüb və axırıncı 240 metr yolu 4 saniyəyə qət edib. 8. Birinci yazaq ki, t bərabərdir 4 saniyə və axırıncı 240 metri. Yəni, biz bilmirik, axırıncı 240 metrini 4 saniyə düşüb. Bizə lazımdır hansı hündürlükdən düşməyini tapmaq. Deməli, biz H-ın düsturunu yazırıq. Deməli, H bərabərdir. Burada S bərabərdir 240 yazmışam. Yəni, H bərabərdir 240-dır. H bərabərdir V0T üstə gəl JT kvadratı bölünsün 2 düsturun yazaq. Və buradan tapaq biz V0-ı. 240 bərabər görək, bu cisim hansı başlanğıc sürətinə atılıb. Yəni, 240 metr olanda bunun başlanğıc sürəti nə qədər olub? Ümumiyyətcə sərbəst düşür, amma bizə lazımdır axırıncı 240 metrdə. Bunun başdan sərbəst düşüb 240 metr yol gələndə axı müəyyən bir başlanğıc sürətə malikdir. Deməli, V0 vurulsun, T'miz 4 üstə gəlsin, 5T'nin kvadratı, T'miz 4'dür. Onu da deməli T4 16. 4V0 bərabərdir 240 çıxılsın. Deməli 80. Buradan da alıram ki, V0 bərabərdir 40-a. Və tapdım ki, V0'ım 40-dır. V0'ım 40-dırsa, onda biz alırıq ki, T qalxma bərabərdir. V0 bölünsün J'dən, V0 bölünsün J'dən 40 bölünsün 10. Deməli, bu cisim 4 saniyədə, yəni 4 saniyədə yuxarıdan düşüb. 4 saniyədə yuxarıdan düşübsə, onda H-max'ın düsturunu yazsaq. Heç, belə deyim də, bu heç T'yə nə ehtiyac var ki, T'ni tapmağa ehtiyac yoxdur. Elə V0 bilirəmsə kifayətdir də mənə. H-max'ın düsturu ilə V0 kvadrat bölünsün 2J ilə tapa bilərəm. V0'ımız deməli 40, o eləyir 1600, bölünsün 2 vurulsun 10. Yəni 80 metr. Deməli, cisim hansı? Yəni 240 topla bir də 80'imiz var da bizim. Yəni cavabımız eləyəcək 320. Biz burada, yəni siz çaşmayın ki, sərbəst düşür, müəllim V0'ı tapdı. Yenə də deyirəm, V0 bunun ortasından axıra qədər gəlməyə, burada təbii ki, bunun müəyyən bir başlanğıc sürət var. Yəni 4 saniyədə qət etdiyi, axırıncı 4 saniyədə 240 metr yol gəl baxı. Ona görə mən bu düsturu yazmalıyam. Sonraki mərhələdə mən elə bir ki, bunu buradan başlanğıc sürətlə yuxarı atılmış cisim kimi H-maksimumun düsturunu yazdım. Ki, buradan yuxarıya qədər olan məsafəni tapım və 240-dan toplayım. Belə. Deməli, baxaq 9-cu suala. Müəyyən H hündürlükdən sərbəst düşən cisim yer səthindən 45 metr hündürlükdə olanda sürəti 40 metr bölünsün saniyə olmuşdur. Cisim neçə metr hündürlükdən düşdüyünü hesablayın.
Deməli, müəyyən h metr hündürlükdə sərbəst düşür və yer səthindən 45 metr hündürlükdə sürəti yazaq. H bərabərdir 45 metr olanda sürəti 40 metr bölünsün saniyədir. Yenə eyni qayda ilə V0-ı tapacam. Çünki 45 metrdən aşağıya doğru onun təbii ki, müəyyən bir başlanğıc sürəti var. Yəni, h bərabərdir V kvadrat çıx V0 kvadrat bölünsün 2J düsturundan. Biz tapacağıq, deməli, V0-ı. H-ımız 45 bərabərdir 1600 çıxılsın V0-ın kvadratı bölünsün 2 vurulsun 10. 900 bərabərdir 1600 çıxılsın V0-ın kvadratı. Buradan alıram ki, V0-ın kvadratı bərabərdir. Deməli, 1600 çıxılsın 900. Daha doğrusu biz burada bir dəqiqə V0 kvadratı bərabərdir. Deməli, 700. Biz burada kök çıxmır. Nəsə, heç bunu belə tapmaq əlverişli olmayacaq. Niyə? Çünki biz həm kökdən çıxmır, həm də ki, ən yaxşısı biz bunu sərbəst düşmə hərəkəti üçün, onsuz da bunun sürəti 40-dır da. Yəni, V0 tapmağa heç ehtiyacımız yoxdur. Bunu belə yazaq. H bərabərdir. Yəni, yuxarıdan aşağıya gələnə qədər müəyyən bir hündürlüyü var. Yəni, V kvadratı bölünsün 2J. Və V kvadratımız nədir? 1600 bölünsün 2 vurulsun 10. Bunlar ixtisar qədər qalır 80. Deməli, bu cisim müəyyən bir hündürlükdən atılıb, bura qədər gəlib. Buradan bura qədər 45 metrdir. Və burada da son sürəti nəyə bərabərdir? Son sürəti 40-a bərabərdir də. Və başlanğıc sürəti 0-dır, sərbəst düşür. Onda buradan bura qədər hündürlüyü tapdım ki, o 80 metrdir. Onda 80 buradır, 45 də buradır. Onda cavabım edir 125 metr. Belə. Sonra baxaq 10-cu suala. Görək 10-cu sualda bizə nə deyir? Deyir ki, 180 metr hündürlükdən sərbəst düşən cismin H2 hündürlüyünü 2 saniyə düşdüyünü məlumdursa, H1 hündürlüyünü neçə saniyə düşər? Deməli, T bərabərdir. T bərabərdir 2H bölünsün J-dən. Gəlin uçuş müddətini tapaq. Yəni, 2 vurulsun 180 bölünsün, deməli 10. Buradan tapıram ki, 6 saniyə. Deməli, bu cisim buradan bura qədər düşdüyü zaman 6 saniyədir. Və mənə deyir ki, H2 hündürlüyünü 2 saniyə. Buranı 2 saniyə düşübsə, onda buranı 4 saniyə qalır da. Onda biz yazırıq. H1 bərabərdir. J T'nin kvadratı bölünsün 2. Yəni 10 vurulsun. T'nin kvadratı 4'ün kvadratı 16 bölünsün 2. Bu dedir 80 metr. Bunu 5, 15, 25, 35 ilə də edə bilərsiniz uşaqlar. Yəni onun üçün də o cürdə getsək rahatdır. 6 saniyədirsə, son 2 saniyədə. Deməli 4 saniyədə 80 metr gedir. Çünki biz bayaqlarım demişdik. 5, 15, 25, 35. Bunların 4-ünün cəmi mənə 80 metr verir. Deməli ora qaldı 4 saniyə. 80 metr. Burada da 180-dan da deməli 80 metr çıxsaq, niyə çıxırıq ki, elə 80 metrdə 100 metr. Əgər bizdən soruşsa ki, H2 hündürlüyünü hesablayın, onda olacaq 100 metr. H1 hündürlüyünü hesablayın dediyinə görə elə cavabımız olacaq D variantı. Baxaq 11-ci suala. Deməli, 80 metr hündürlükdən sərbəst düşür. Bizə deyir ki, K nöqtəsinə uyğun, yəni 3-cü saniyə uyğun zaman anı deyir. Baxın uşaqlar, 80 metr hündürlükdən düşür 4 saniyə. Görürsünüz, 4 saniyədə yer səthində olur. Onda biz yaza bilərikmi? 5, 15, 25 və 35 prinsipi ilə getsək, bunlar bizə 80 metri verir. Bizə deyir ki, indi bax, K nöqtəsi haradadır? 3-cü saniyədə. 3-cü saniyədə bu cisim neçə metr yol gedəcək? 35 metr. Deməli, cavabım olur 35 metr. Bu da belə. Baxaq, deməli, 12-ci suala. 12-ci sualda deyir ki, 80 metr hündürlükdən sərbəst düşən cisim son 3 saniyədə getdiyi yol. Yenə eyni şeyi yazmaq, yaxşı, eyni şeyi də onsuz da yazıram. 5, 15, 25, 35 prinsipi ilə gedir. Və bizə deyir ki, son 3 saniyədə. Son 3 saniyədə bu üçünü götürəcəm də. Olacaq 5 plus 25 plus 35. Yəni, cavabımız olacaq 75 metr. 13-də bizə deyir ki, deməli, 12-də cavabımız oldu 75 metr. 13-də deyir ki, 80 metr hündürlükdən sərbəst düşən cismin orta sürətini tapın. 80 metr hündürlükdən sərbəst düşür. T bərabərdir. Deməli, 2H bölünsün J-dən, 2H bölünsün J-dən.
Biz nə edirik? 2 vurulsun h-ımız 80, vurulsun, bölünsün 10. Bu edir 4 saniyə. Deməli, bu cisim 4 saniyəyə düşübdür. Və orta sürətin düsturu nədir? H bölünsün T. Ümumi gedilən yolun ümumi zamana nisbəti. 80-i də bölürəm 4-ə. Bu da edir 20 metr bölünsün saniyə. Deməli, cavabımız olur 20 metr bölünsün saniyə. Deməli, bu qədər. Növbəti dərsimizdə inşallah şaquli istiqamətdə yuxarı atılan cismin hərəkətinin izahını verəcəm. Xoş seyirlər.